qardaşa ver də sual. Hansı qardaşım? Oxumaq istəyirsən. Tamamen salamlayıram. Adım Fərmandır. Evlisiz, subaysız. Subayım. Sizdə İndi bir sual deyil, amma düşünək ki, evlisiz. Düşünək. Əgər həyat yoldaşınız sizi əsəbləşdirsə, ona hansı mahnını oxuyub qıcıqlandırarsınız? Qıcıqlandırmaq istəməzdim çünki bu mübahisəni daha da çox böyüdər. Daha çox sakitləşdirməyə çalışardım hər hansı bir sakitləşdirici mahnı ya da ki romantika ilə bağlı nəsə bir. Küsmüsünüz, barışmaq üçün hansı mahnını oxuyardınız? Rap var. Eşaq Hüseyn bilən köhnə rapi var, Röyanın. Gəl danış. Kim bəli. Oxuya bilərsiniz? Cingil var. Gedir. Buyurun. Hər səhifəsini əzbərləyib oxudum səni sevdiyim kitab kimi. Günahlar içində səni sevdim, amma yazıldı əməlim savab kimi. Səni ətirli güllər içində seçdim, zövqümə paxıllıq edən çox oldu. Bağban olan tək bir gülü sevdim, başqa güllərimin hamısı soldu. Od kimiyəm gözərirəm yox, kimi mən gözləyirəm sən. Açılan son nəfəsimin səsi. Gəl danış, de, sevgidən bu gecə gəl danış, de, duyğudan gecələr hisslərim, darıxır sevgilim gəl danış, de, gəl danış. Bravo, alqışlar.